İndi içəcəyiniz pivənin adı nədir? Malua darıdan hazırlanır. Balua? Malua. Malua Uqandanın ən məşhur spirtli içkilərindən hesab olunur. Yerli sakinlər bu içkinin hələ qədim dövrdən bu günə qədər gəlib çıxdığı qənaətindədirlər. Açığı Maluanı görəndə ağlımdan yalnız bu fikir keçdi. Kaş ki bu günə gəlib çıxmazdın. Özü də bu günə. Xalq dili ilə desək, pis gündə olan bu içkinin nə görünüşü, nə də qoxusu ürək açan deyildi. İndi xanım qaynar su gətirməyə getdi. Onu Maluyaya əlavə eləyəcək ki, qarşımdan şirə yaxşı ayrıla bilsin. Qarşımda ürək bulandıran mənzərə azmış kimi, üstəlik ora Maluanın içilmə qaydası da əlavə olundu. Bir qabdan bir neçə boru vasitəsilə içilirdi bu pivə. Hətta həmin borulardan yeni gələnlər də istifadə eləyirdi. İçə bilərsən? Gördüklərimdən şoka düşmüşdüm. Az qala dünya başıma fırlanırdı. Çox çəkmədi ki, dünya onların da başına fırlandı. Keflənib oynamağa başladılar. Onu da deyim ki, Uqandalılar alkoqol istifadəsinə görə dünyada 8-ci, Afrikada isə 1-ci yerdədir. Belə ki, il ərzində adam başına 12,48 litr alkoqol düşür. Hesabatlarda Uqandalı gənclərin 80%-nin alkoqol istifadəçisi olduğu qeyd olunub. Spirtli içkilər o qədər əl çatandır ki, hətta plastik paketlərdə belə içki satılır. Burada bir çox ailələr spirtli içkiləri özləri hazırlayırlar. Elə qonağı olduğumuz kafenin sahibəsi kimi. Məclis əhli ilə sağollaşmaq vaxtı gəlmişdi. Çünki qarşıda görəcəyimiz işlər bizi gözləyirdi. Açığı həm də Murad və məndən başqa orada ayıq adam olmadığından salamatı vaxtında aradan çıxmaq idi. Vebali, deməli dəyərli dostlar, gəl sağ ol deməkdir, çox sağ ol deməkdir. Muraddan əlavə pul almaq istədilər, ona görə də mən zarafat eləyə-eləyə Muradı aradan çıxartdım. Necə deyərlər, Vebali.